Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetti qaynım olmaqdansa, yetti düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Nermin! Nermin. Ne oldu? Savaş çıktı. Sen de ben Nazlı danışa bilmir. Ne oldu? Nazlı. Sen, Sakitleş. sen onun yanında kal. Narahat olma bu da. Nazlı, derdine nefes al. Ben bu dakika sen gelip gelirim. Nazlı ne olur. Nazlı, derdine nefes al. Nazlı. Sakitleş. Xəzər, qurban olum, bilirəm əsəbisən, amma bu məsələni bir yoluna qoymaq lazımdır. Hansı məsələ? Əsəbdən dilim də dolaşır. Nə hansı məsələ? Aliyənin məsələsi. Atası ilə anası elə bilir ki, siz düz əməlli nişanlısınız. Ayda, düz deyirsən, bu çox bilmiş, heç bəlkə də mamasından atasına da demir, amma inanırsan? Zəng edirəm, telefonuma da cavab vermir ki, danışım dərdimi deyir. Yığ, bir də yığ mənim yanımda. Yığ. Faiqəm, salam. Salam oğlum, salam. Necəsiz, narahat eləmədim? Şükür bala, şükür. Siz neynədiniz? Aliyə dedi ki, restoranlara baxırdı. Bir yer bəyənə bildi. Nə deyir? Faiqəmi, Aliyə sizə yalan danışıb, biz heç restorana da baxmamışıq. O nə demək? Xəzər, sən nə danışırsan? Mən hər şeyin sizə açıq danışacağam. Valla bir onu başa düşmüşəm ki, bu Aliyənin psixoloji problemləri var da. Yəni çünki mən bu qızdan heç nə baş açmıram. Hamımızın başına oyun açıb, qızımızı yiyə çıxın. Yaxşı da, xahiş edirəm, sən gəl otağa, mən danışım da ayıb taxıl. Verdikləri tərbiyəyə bax qıza. Üzr hesab eləyin. Faiqəm, bir də mənə xahiş edirəm qulaq asın. Aliyə özü mənə gəldi dedi ki, siz onu işdən çıxartmaq istəyirsiniz. Almaniyaya getməyinə də razı deyilsiniz. Nə danışırsan? Elə söhbət olmuyor. Valla bu qızın qurduğu hər şey oyundur. Yəni mənə gəldi o qədər bir səs göstərdi. Bilmədim dayı, o qədər gərgin fikirli idim ki, heç mən bilmədim o səs sizin səsinizdir ya başqasının səsidir. Yəni inanırsınız, düşdüyüm vəziyyətdə mən bilmirəm nə edirəm, nə iş görürəm. Bu qız bütün gəldi, həyatımızı alt-üst elədi. Kızım ana olub, niyə danışa bilmir? Nazlı xanım bu 1-2 gündə nəyəsə möhkəm əsəbləşib, yaxud stres keçirdi. Əlbəttə. Ondan ola bilər. Belə deyim, güclü emosional sarsıntıdan sonra insanın nitqi, belə deyim, dayanır, müvəqqəti dayanır və ya çox ləngiyir. Buna psixogen afaziya və konversiya pozuntusu deyilir. Yaxşı, bu uzun müddət çəkən bir şeydir, yoxsa tezliklə sağalar?
bacımın dili asılacaq həkim. Bunun indi dərmanı var. Stressdən dil tutulmasının müddəti adamdan adama dəyişir. Psixogen nitq pozuntusunda nitq bəzən 1-2 günə, bəzən də bir neçə günə qədər davam edə bilər. Belə deyim də sizə. Bəzi hallarda bu real orqanik problem deyil, psixoloji reaksiya olur. Stress keçdikcə nitq bərpa oluna bilər. Bəs yenə danışmasa? Bu 48 saatdan çox davam eləyərsə, nitq tamam açılmasa, baş gicəlləməsi olarsa, əl-ayaqda keyili, ağızda əyilmə halları baş verərsə, bu psixoloji hal deyil, bu artıq nevroloji hal baş verə bilər. Gözləyək. Əgər dediyi müddəti keçərsə, mütləq ki, nevropatoloqa göstərin. Harda qaldı bu? Qardaş, bir dəqiqə gözlə. Xəzər, buraxma. Heç yerə getməyəcəksən. Xəzər, niyə edirsən sən? Qardaş, taksi nə qədər yazıb? Niyə edirsən sən nə qədər taksi yazıb? Qardaş, bu xanım heç yerə getmir. Gəl bunu. Yaxşı o. Hara getmək istəyirsən, hə? Səninlə danışacaqlarım var, başa düşürsən? Mən sənin danışacaq Amma işlərim mənim yoxdur. var, sənin yoxdur, mənim var. Başa düşürsən, hə? Xəzər, əlimi burax. Əlimi burax. Öz başına sən hara gedirsən? Siz mənim qızımı bu günə qoydunuz. Siz mənim qızımı dəli elədiniz. Əhməd Fazıl, əsəbləşmə də yenə təzyiqin qalxacaq. Nətər əsəbləşməyim, ay qızım. Nazlının stresindən dili tutulub. Ay, siz özünüzü nə hesab edirsiniz, ha? Neyniyə ya ətə? O şəkili sən də görsəydin, o addım atardın da. Şəkil də saxta çıxdı da, gördünüz. Ha, birdən vurub Xəzəri öldürəydiniz. Heç bilirdiniz onun nəticəsi nə olacaq? Bir fikirləşmisiniz? Ata, adam əsəbi olanda fikirləşmə zad yadına düşmür. Hə, fikirləşəydiniz də. Atalarımız bilirsən nə deyiblər? Hirçisi başda ağıl olmaz. İndi durub gözünüzü döyürsünüz. Nəysə dəyişə bilərsiniz. Nazlının dili tutulub, onu aça bilərsiniz. Bircə o qızı görünmə, çıxsın qabıma, mən bilirəm nə yiyəcəm. Bunu baxıyor. Ay, mən ağzımda söz deyirəm, sən nə danışdın, ha? Ay, ölkə dərəbəylidir, hüquqi dövlətdə yaşayırsan, qayda var, qanun var. Kimdən xoşun gəlmir, qabağını kəsib, haqqı hesab eləyəcəksən, hə sən? Sən özünü nə hesab eləyirsən? Əhməd Papçıqa, o qız heç normal qız deyil. O təhlükəlidir. Bizim həyətə girmişdi keçən dəfə. Dedi, güya həkimdir, çağırışa gəlib. Mənə niyə xəbərim yoxdur? Nəmiş, sən mən niyə deməmsən ki? Biz Nazlıya dedik də. O ifritanin Xəzərdən xoşu gəlir. Xəzər də ona üz verməyib deyə gedib yapışıb bizim Nazlıya. Niyə bəs Nazlıdan yapışdı? Nazlı indi Şahnaz xala ilə Xəzərlə iş görür axı. Söhbət eləyəndə bu da elə bilib ki, aralarında nəsə var, şəkillərini çəkib. Yəni başa düşüb. İndi hər şeydən xəbərin oldu. Allah mərdim azara lənət eləsin. Tanımadığımız adamın sözü ilə qızı bədbaxt elədik. Biz ailəyik, ailəni qorumaq lazımdır. Kiminsə sözü ilə ailəni ayaq altına atmaq olmaz. Sən Allahına şükür ki, xanımsan. Başqası olsaydı, başqa cür söhbət eləyəcəkdi. Ay Xəzər, nə olar sakitləş. Qorxuram, sakit danışır. Səndə qorxan sifət var. Qorxan adam belə qələtlər eləyir başından böyük. Hə?
Ay Xəzər, nə oldu? Nə bilim, əsəbləşdim də. Nə əsəbləşdin? Əsəbləşdin, başımı vur divara. Cəmaatın həyatını alt-üst eləmisən, neysə, xəbərin var. Qısqandım. Sonra bilmədim nə edeyim. Qısqandığımdan sevdiyimə görə hər şey oldu. Ay bala, nə sevmək? Sevmək deyil bu. Başın çatır sənin. Hansı sevgilə danışırsan sən? Nazlını boş ver, məni sevirdin sən. Sevən adam, sevdiyi adama belə şey eləyir. 7 dənə qardaşı məni döysəydi, xəsarət etsəydi, nə olacaqdı, hə? Cavab ver, üzümə bax. Nə bilim, orasını fikirləşmədim. Fikirləşməliydin amma. Mənə başqası belə şey eləsə, problem olmaz. Mənim uşaqlıq dostum mənə belə şey eləməməlidir. Sənin həyatın yalan deyə başa düşürsən? Mənim heç nəyim yalan deyil. Mən nə eləmişəmsə sevdiyimə görə eləmişəm, qısqandığıma görə eləmişəm. Ay bala, nə qısqanmağı? Hansı qısqanmaqdan, hansı sevgilə danışsan sən? Sevən adam sevdiyinə belə şey eləyir. Sevən də eləyir. Eləmir. Kəndə gələndən alt-üst eləmsən hamının həyatını. Xəbərin var özündən. Sənin psixoloji problemlərin var. Sən normal düşüncədə olan bir insan deyilsən. Normalam mən nə olub? Mən heç nə eləməmişəm. Sadəcə maman məni çağıranda sevindim, həvəsə gəldim. Sonra gördüm ki, səni itirirəm. Biz deyə bir şey var idi ki, sən məni itirəsən. Sən xəstəsən. Biz uşaqlıq dostuyuq. Bunu beyninə soxa bilirsən ya yox. Sən, mən deyə bir şey yoxdur. Bilirəm, çox gözəl bilirəm. Bunları deməyi mən saxlamısan. Hələ bunlar azdır sənə. Cavabları eşitdim, çox qəşəng eşitdim. İndi də mən gedirəm. Getmirsən. Dayan burada. Mənim gözəl baldızım, şirin şəkər baldızım. Sənə qurban olaram, Nazlı. Nazlı. Nə olmaz sənə? Ne günə qoymaz zifritə bunu? Sən necə padurqasan, ağzın payını verərdin də onun. Sənə elə gəlir. Gözlə mən deyəm onun ağzın payını verim o görsün. Sakit deyən. Elə sənə qulaq asdıq bu günə qalmışıq. Nazlı, yaxşı, sakit ol. Eləməyəcək işə. Mən də qoymayacağam, Nazlı. Yaxşı da eləməyəcəm. Nazlı, heç nə eləməyəcəm. Nə olar, heç nə eləməyəcəm. Qoy başmanı. Depressiya, stres, hamısı qarşı bir-birinə. Nə günə qoyublar ey qızı? Deyirəm, qəşəng pirog pişirmişəm. Mən də çayla gətirim bir yerdə. Çay bir yerdə. Gətir, nə sən çay gətir. Sakit ol. Qurban olaram sənə. Gözlə, bax gör gəlinin nə qəşəng sənə pirog pişirib gətirirəm. Yaxşı. Mən ölməmişəm, mən buradayım. O kimdir, sən ona görə ağlayırsan? Xəzər, bu elədiyi də gör, mən səni çox bağışlamayacağam. Bu boyda şeydən sonra danışmağa dilin də var. Əlimi sıxma. Kəs səsini. Dayan burada. Dön görüm kimdir qapısı. Nə şey danışarsan? Nəyə gəlmirsən, arsız adam? Arif. Nə işin var ha burada? Dəqiq Bir dəqiqə. Arif. Əhməd əmi, Niyə gəlmirsən ha bala, düz deyir də. sizin ailənizə bütün söz-söhbətləri qatan, bütün Nazlıya şər atan deyə Aliyədir. Gətirmişəm ki, nə var, nə yox, hamısını özü desin. Sən gözləyir cəmaat. Danışasan bəlkə. Mən sizdən üzr istəyirəm. Səhv eləmişəm. Xəzərə görə Nazlıya şər atmışam. Dilin də var danışasan. Arif bir də. Heyf ki qızsan sən. Dişimin dibindən çıxanı deyərdim sənə. Niyə özü biabır edirsən ha bala? Gözəl göyçək qızsan. Başqasının həyatını korlamaq nəyə lazım? Sən bu cürə xoşbəxtlik tapa bilməzsən nə zaman. Nə deyəsən ya? Beləsinə nə deyəsən? Utanmır, hələ qapıya kimi də gəlib ey.
Gəl içəri. Lazım idi sənə? Gel diyorum. Ha cehennem olun gedin ha. Gəl belə də. Baxma elə. Aləm bir-birinə qatandan sonra fikirləşmir. Sən hansı üzdən gəlmisən az bura? Sən hansı üzdən gəlmisən? Çıx get buradan. Güllə üzr istəməyə. Nə üzr istəmir? Üzrün sən başıma deyilsin Nazlının dili tutulandan sonra. Nazlının dili tutuldu. Təkrar eləyim gərək. Sən mən nə üzdən baxırsan burada? Çıx get. Tez elə. O qızın ayağı bir də bura dəyməsin. Eşitdin mən Xəzər. Yetersen Nazlı. Nazlı. Seni bu eve kucaklarında getirmekler yadımdadır. O kadar balacaydın ki. Dilsiz, ağızsız bir körpe. Çok balacaydın Nazlı. Sonra qığıldamağa başladın. Qığıldıya hecaları təkrarlayırdın. Sonra o hecalardan sözler kurmaya başladın. Nazlı. Seninle çoxlu oyunlar oynuyordum. Hərdən gülürdün. Hərdən ağlayırdın Nazlı. Ne istediğimi ancak sen bilirdin. Bir de rahmetli anamız. Hecaları tekrarlayıp sözler öğrenmeye başladık Nazlı. Özüme məxsus oyunlarla o sözlerde cümle kurmaya başladık. Ben onda danışmağı sevdim. Sənə danışmağı mən öyrətmişəm. Mən öyrətmişəm. Amma indi elə susturmuşam ki, mən böyük səhv eləmişəm. Nazlı, mənə bağışla. Xahiş edirəm, mənə bağışla Nazlı. Yüzün necədir? Belə də, gördüyün kimi. Bilirsən də Nazlının da o halda olmağında sənin də az payın yoxdur. Bilirəm Güllə. Nə desən haqlısan. Mən haqlı olmaqla nəsə düzəlsəydi, Niyə belə alındı? Güllü, səndən artıq dərəcədə xahiş edirəm, nə olar? Şərait yarat, kömək elə, mən Nazlı ilə danışam. Nazlı evdən çıxmaq istəmir axı, mən necə eləyim? Evinə də otaqdan çölə çıxmır qız heç. Səninlə danışandan sonra qız nə günə qaldı ya, bütün əsəbləri korlanıb. İmkan da vermədi ki, o qızın bir də 300-ünü açım göstərim ki, bu günə qalmasın. Nə olar, bir yolunu tap da, xahiş edirəm. Yəni, mənə onunla danışdır, görüşdür da, Güllü. Sən, bilirəm ki, sən mənə kömək edə bilərsən.
Nazlının dili açılmasa, həm sizi bağışlamayacağam, həm də danışdırmayacağam. Açığı biz də özümüzü heç bağışlamırıq. Sən demə Nazlı bizim evin səsi küyüymüş, xoşbəxtçiliymiş. İndi qədrini bilirəm. Qədrini bilməmişik. Onsuz da ürəyim yaralıydı. Nazlı da belə dağ çəkdi. Siz bizi nə günə qoydunuz, Axşamınız xeyir. Axşamınız. Axşamı xeyir. Otursan? Yox, yox, oturmuram. Sizlə bir şey danışmaq istəyirəm, amma vacib məsələdir. Amma istəmirəm Nazlı eşitsin. Olar keç otağa. Niyə, nə olub? Gedək deyib otaqda deyəcəm də. Otaqda deyəcəm, mən Nazlı eşitməsin. Kremaçlıqdır. Hə, narahat olma. Gəlin də, gəlin görəcəm. Nəbi çöldədir, çölə çıxdı. Hə, mən çağıraram. Siz keçin otağa, mən çağıraram. Arxamca gəlin. Xəzər, mən hamını keçirdim otağa. Bir dənə Nəbi qalıb çöldə. Onu da içəri salım, sən yavaş-yavaş gir, amma qəti şəkildə səsin çıxmasın. Gəldim. Yox, sən keç. Sən də gəl. Çəkil. Hə, Güllü, ürəyimiz çəkildi. Nə sözün var, de görə nə olub? Nəbini çağırırdı da, gözdə deyil. Nəbini çağırırdın da? Sən indidən nətər arvadın tərəfini saxlayırsan? Bir imkan ver, eltilər danışır da. Özdə böyük gəlin danışır. Çıqqan hörmət elə. İmkan versən, məyaqlayasınız qızım. Nəysə, qulaq aslında mən bir kəlmə söz danışmaq istəyirəm. Ay qız, de qutarda da ürəyimiz üzüldü. Ay qızım, de görüm nə olub da. Nazlının bu gedişatı mənim heç xoşuma gəlmir. Açığı heç birinin xoşuna gəlmir. Amma belə olmur ki. Kəsmin Fikrimi də, toparlamaq istəyirəm axı. Olmur belə. Atasan da kəsdi, ne sözünü? Xahiş edəm, kəsməyin. Olmur. Fikrin çatdasınlar. Hər yanda tərcüməçisən sən. İmkan ver danışsın da qız da. Mən danışım da. Danışım mən. Yadından çıxdı Zeynəb. Hə. Toparlanıram. Sağ qəlbi sıx. Onda adam yadına düşür. Fikir ver. Nazlı Nazlı. Necəsən, yaxşısan? Nazlı, mən istəməzdim belə şeylər olsun. Buna görə özümü çox günahkar hiss edirəm. Nə olur, xahiş edirəm, mən bağışla. O Aliyə bunların hamısına görə cavab verəcəyəm. Aliyə də hər şeyi etiraf elədi. Mən sənə söz verirəm, hər şeyi yoluna qoyacağım, yaxşı, Nazlı. Nə olar bir kəlmə danış, xahiş edirəm. Nazlı, qızım, oyaq sənin otağına gəlirəm. Ay Əhməd əmi, mən söz danışıram. Niyə bura gəlmirsiniz? İmkan vermirsiniz sözümü deyim. Gəlin gedin danışım, sonra hara gedirsiniz, gedin də.
Nazlı sen danışdın. Git. Güllü, bayaqdan bizi yığmısan, bir dənə tutarlı söz demirsən. De, qutar da, nə deyirsən? Güllü kızım, diyeceğin haber pis olsa da yine de Allah heyecandan təzgin qalxır yenə. Ne olur ölüb eləməyin də. Yaxşı deyə hər şey, narahat olmayın indi. Ay Güllü, qurban olum, ürəyimizi çəkmə də de sözünü. İmkan verin qız bir nəfəs alsın da. Aman vermirsiniz axı. Bir oradan deyir, bir buradan deyir. Atasan da deyirsən ki, təzyiqin belə elə. Kəsmin də sözünü, xahiş edirəm. Denəm gülüm sizə bilirəm. Ha, imkanı sen ver de. İmkan ver sözün desin. Nazlı. Nazlı. Nəsə olub qızım? Gülün üstünə düşmür. Nazlı danışdı. Bacım danışır. Nazlı danışdı. Danışdı. Nazlı danışdı. Nazlı danışır. Nazlı. Gözəl qızım. Dilüyə qurban olaram sənə. Danış da biraz. Mən elə bunu deyəcəkdim, bilirdiniz? Deyəcəkdim, amma Nazlı dedi ki, qoy mən gəlim özüm deyim, mən də ona görə biraz. Heç olmasa deyərdin ki, bu vacib sözün yaxşı sözdür, ürəyimiz çəkildi axı. İmkan verirsən ki. Sən vurursun, sən ora vursun. Heç olmasa imkan verin qız danışsın da indi. Dilində açılır. Danış bacı danış. Sən danış. Şükür sən ilahi, şükür. Heç nə. Bacı, Qız bağışla. Yaxşı həyat, yaxşı. Gəl. Necəsən? Yaxşı, sən necəsən? Ay, yaman sevincisiniz belə, nə olub? Sevinirik də, baldızımızın dili açılıb. Gedirik qonşulara konfet paylamağa. Həmişə sevinəsiz qızlar, çox sağ olun. Bax, biz tərəfdə baldızı belə çox istəyirlər. Rəfiqəm də məni çox istəyir də. Bax, Nazlı, deyirsən belə çox istəyir, işlər dəyişər ya. Bax, deyirəm biləsən. Gəlinlərin arasında ayrı seçkili salmaq olmaz. Yoxsa sonra saç yolduya çıxarıq, hə? Nazlı, biz səni çox istirdik, amma heç ağlıma gəlməzdi ki, bu qədər çox istəyirdi. Elə pis olmuşduq, yaxşı kəzibə gəldin. Çox sağ ol. Ömür gün yoldaşım zəng elə bir dəqiqə. Alo, Haycan Yaşar. Yaxşılıqdır, yaxşılıq, narahat olma. Bacın da yaxşıdır. Salam deyir sənə. Hə, alo. Birazdan səni görüntülü yığacam. Deyirəm, toy-toya qarışıb. Ürəyin axır ki, yerinə gəldi? Mənim ürəyim onsuz da yerindəydi. Mən bilirəm ki, Yaşar mənsiz heç nə eləyə bilməz. Mən Yaşarın həyatının şuqəsiyəm, şəkəriyəm, yəni dadı duzuyam. Bu Xəzər də yaman ürəkli oğlan çıxdı. Biz o mama uşağı bilirdik. Demə, şir ürəyi yeyib. 2 dəfə bu qapıdan qovuldu, 2 dəfə. Nəysə, çox danışdıq. Gedək, konfetləri paylayaq. Gəl, mənə bax. Deyirəm ki, birinci bu Südabə xalagildən başlayaq. Hə, olar. Nərmin düz deyir amma. Gör Xəzər nə qədər əziyyət çəkdi burada sənə görə, dəli oldu. Ora get, bura get. Məncə yumuşalsan yaxşıdır. Qoy biraz da əziyyət çəksin, yumuşalaram. Biraz. Bir stəkan mənə də çay içsin. Burada çöldə oturmayaq, içəri. Çöldə oturaq gəl. Gözdə gətirirəm. Gəlin də. Ata, nahaq gətirdin sən bizi bura. Hayatım, mənim nə işim var? Sürütdüyüb salmışsan qabağıma aparırsan. Mən heç orada olmamışam. Adam yerə səhv elədi, səhvini də düzəltməyə bacarmalıdır. Ata, mən işə gecikirəm. Sonra bir vaxt eləyib, üzə gəlib söhbət eləyərik ona.
Bugünün işini sabaha qoymaq olmaz. Uzatmağın nə mənası var? Səhv eləmisiniz, vaxtında səhvinizi düzəldin. Sonra əlavə söz-söhbət olmasın. Həyatım, açığı mən də özümü bağışlaya bilmirəm. Əsəb olmuşam, düzdür, məsələnin axına gəlib çıxmamışam, maraqlanmadan, bilmədən hərəkət eləmişəm də. Həyata, Xəzər gələsidir, mən də işə getməliyəm. Sən də işin gücün qutarıb. Hələ sən stajyorsan. Heç nə olmaz. Salam Əhməd əmi. Aleykümselam. Xəzər, oğlum, əgər sən bu məhəllənin oğlusansa, elə valla mənim də oğlumsan. Sağ ol Əhməd əmi, Allah can sağlığı versin sizə. Oğlanlarımla sənin aranda bir balaca anlaşılmazlıq olub. Amma belə götürəndə onlar da haqlıdır. Elə valla sən də haqlısan. Niyə? Bu müasir texnologiyalar lap başımızı xarab eləyib. Eybi yox Əhməd əmi. Allah şeytana lənət eləsin da. Olan oldu, keçən keçdi. Mənim oğlanlarım lap çox inanıblar. Düzdür, onlar bacılarına şübhə ilə yanaşmamalıydılar. Amma neysə. Nə deyim Əhməd əmi? Burada bir dənə günah olan varsa, o da o Tülkü Aliyədir. O tələsməsin, bu elədiklərin hamısının cəzasını çəkəcək, özü də yüksək səviyyədə. Bu işdən hər kəs dərs götürməlidir. Hər deyilən söz, eşidilən xəbər doğru olmaya bilər. Bir araşdırın da, bir kimə salam verirsiniz onu bilin də, kimi qapıya gətirirsiniz, evə bırakırsınız onu da bilin də. Həyata yaxşı da, Allah şeytana lənət eləsin. Olmamalıydı, oldu, nə qayraq indi? Hə də, hirsli başda ağıl olmur. Düzdür. Əsas odur ki, Əhməd əmi, Nazlının adı təmizə çıxdı. Nazlıya ləkə yaxa bilmədilər. Necədir, yaxşıdır Nazlı Əhməd əmi? İndi çox yaxşıdır. Əvvəl yaman qorxutdu bizi. Şükür, tək yaxşı olsun həmişə. Mən də sizin hər birinizə təşəkkür edirəm. Bir böyük kimi məni eşidib bura gəlmişsiniz. Amma yenə deyirəm, bir şeyi araşdırın eşitdiyiniz xəbəri. Sonra hərəkətə keçin də, hamıza aiddir. Sağ olun Əhməd əmi. Salamat. Mən eləməmişəm. Yox, mən eləməmişəm. Mənlik deyil o. Mən eləməmişəm. Mən niyə eləyim ki? Mən eləməmişəm. Nəbi, sən niyə burada oturmuşsan? Mən eləməmişəm. Mənlik deyil, mən eləməmişəm. Nəyi sən eləməmişsən? Hamı deyir, sən eləmişsən, mən eləməmişəm. Nəyi eləməmişsən də bir də görün. Deyirlər, sən eləmişsən, mən eləməmişəm. Ay Nəbi, deyəcəksən nəyi sən eləməmişsən? Mən eləməmişəm. Ata, özün görsən ki, dükan işi mənlik deyil də. Nəsə yaxşı şey eləmək istəyirəm, alınmır. Daha da pis olur. Həm də Güllü mənə iş tapıb, orada oxumağa başlayacağım. Sağ olsun Güllü. Səni adam eləsə elə Güllü adam eləyəcək. Bilirəm. Nəbi də bacarmadı bu işi. Mənlikdə də ölə bilirsiniz. Mən də işləyirəm da, mən də heç cür alınmır mənim işimlə. Çox götür qoydan sonra belə qərara gəldim ki, dükanı bağlayaq. Belə pis olmayın, əslində düzgün atılan addımdır, düzgün qərardır. Ziyanın yarısından da qayıtmaq elə xeyirdir. İşlədə bilmədik də, mal da yoxdur. Belə dükan işlətməyin nə mənası var? Ziyan dalacan ziyan. Nəysə, bugündən dükanı bağlayıram.
ata dükanı bağlamaq lazım deyil. Mən də ofisdə işləmək istəmirəm. Əgər sən də icazə verirsənsə, bundan sonra elə dükanı özüm işlədim. Xəzər, Aycan. mama qurban, dur gəl çay içək, ana bala. Amma içərəm, amma birazdan da qoy soysun. Çox sağ ol. Gör nə deyirəm. Aycan. Canım bir bəla. Deyirəm çox şükür ki, Nazlının qardaşları öz səhvlərini başa düşüblər. Onu başa düşməli idi də, düzdür, səhv-səhvdir. Deyirsən ki, onu da başa düşməsinlər. Həm də bizim günahımız yox idi axı. Orası elədir, amma yenə də nəsə elə bir qorxuram. Onu deyə yenə niyə qorxursan ki? Bax, məsələ burasındadır ki, deyirsən ki, sənin Nazlıdan xoşun gəlir, hə? Qardaşları amma buna imkan verməyəcəklər. Sən tək, onlar çox. Vallahi qorxuram bunun öhdəsindən gələ bilməyəsən, ay bala. Niyə gəlmirəm ki? Sən narahat olma da, mən uşaq deyiləm ki, amma. Bu dəfə öz bildiyimlə yox, dədə-baba yolundan hərəkət eləyəcəm. Dədə-baba yolu ilə? O necə olur? Yəni, əgər Nazlını razı sala bilsəm, inşallah ki, işlərim yoluna düşsə, dədə-baba yolu odur ki, səni Nazlıya elçi göndərirəm. Nə?